Değerli vətənlər, İlham Əliyevin necə həyasız, utanmaz, sırtıq olduğunu mən sizə sübut edeyim mi? Yaxın oturun, bu videonu izləyin. Baxın. Bilirsiniz ki, Amerikan vitse-prezidenti Azərbaycanda səfərdədir. Deyəsiniz, hə, nə olsun? Gəlin sizə deyim. As I understand it, the vice president of Azerbaijan is also the president's wife, and hopefully that doesn't give the second lady any ideas. But I just want to say that on a personal note, but also because of the friendship of our great nations, I'm very honored to be here Baba. and very honored to continue the discussion. Baxın, indi mən sizə bunu tərcümə edeyim. Demək, Amerika prezidenti, vitse-prezidenti Vance deyir ki, mən bildiyimə görə sizin ölkədə həmçinin vitse-prezident sizin həyat yoldaşınızdır. İlham Əliyevə deyir, ha. İlham Əliyev də elə dişlərinə qadı elə baxır. Deyir ki, mən bildiyimə görə sizin həyat yoldaşınız həm də bu ölkədə vitse-prezidentdir, bu ölkənin vitse-prezidenti həm sizin həyat yoldaşınızdır. Mən ümid edirəm ki, mənim second lady'm, yəni mənim həyat yoldaşım, yəni biri var ölkənin birinci xanımı, prezidentin arvadı, second lady öz arvadını nəzərdə tutur da. Deyir ki, mən ümid edirəm ki, mənim second lady, mənim həyat yoldaşım, ölkənin yəni ikinci xanımında, mənim həyat yoldaşımın da ağlına belə ideyalar gəlməzdir ki, mən də vitse-prezident eləyim. Görürsünüzmü? Və İlham Əliyev görürsünüz, baxın. Yəni, İlham Əliyevə söz oxur. İndi İlham Əliyevin reaksiyasına baxın. Bax, belə bir second lady'mə belə ideyalar başında formalaşmayacaq. Buna. Dişlərini eşçək o 32 dişin ağardan kimdə nətər gülür. Nə utanma. İndi gördünüzmü? Mən sizə sübut elədim mi ki, bu bambalı köpəyoğlu, ümumiyyətlə prezidentlər bilirsiniz, ölkəni təmsil eləyir, yurdu təmsil eləyir, bayrağımızı təmsil eləyir. Bunun sifətinə o. Buna söz soxur. Amerikan vitse-prezident söz soxur ki, nə utanmaz adamsan, özün öz prezident olmağın bəs deyili. Hələ bir götürüb arvadını da vitse-prezident eləmişsən, nə utanmaz həyasız adamsan, Yəni, o bir neçə ay bundan qabaq Donald Trump demişdi, neçə ildə hakimiyyətdəsiniz, bu da gülə-gülə 22 ildə hakimiyyətdə utanmadı. Utanmaq yoxdur axı. Abır yox, qızarmaq yox, xəcalət çəkmək yox. Eşşək kimi elə bizim o qırmızı sifətin elə at kimi kişniyə güləcək. Buna baxın. Söz soxur əməlli başlayır. Yəni ki, sənin arvadın da prezident, sən özün də prezident, arvadın da prezident, vitse-prezident. Gülməyə gördünüzmü? Ay Miller. Nə tər gülür ya? İlham Əliyev, nə vaxt özünə hörmət eləyəsən sən canı? Nə vaxt özünə hörmət eləmək? Bir balaca özünə hörmət eləyə. Özünə hörmət elə. Özünə də ləzzət eləyəcək. Özünün də xoşuna gələcək İlham Əliyev. Vallahi deyirəm, özünə də ləzzət eləyəcək. Bəs də eşşək kimi, eşşək 32 dişin ağardan kimi. Mən eşşəkdən üzr istəyirəm, eşşəyə təhqir eləyirəm İlham Əliyev. Səndən müqayisə eləyirəm. Amma eşşək işə yarayır heç olmasa. Eşşək kənd yerlərində cəmaatın suyuna, odununu daşıyanda heç olmasa bir işə yarayır. Kəndçilərin işinə yarayır. Sən eşşək qədər düdürsən, İlham Əliyev. Sən eşşək qədər sənin hörmətin yoxdur. Sənin işin gücün ancaq o eşşək, əstəğfurullah, eşşəyə təhqir eləyirəm. Xalqın milyardlarını oğramaq, at kimi kişnəmək, bir də şeydən çəkib kayfuşalıq eləmək İlham Əliyev, eləmi? Arvadına söz soxur, bir qeyrət, arvadına söz soxur. Sən də gülürsən. Səviyyə yox, şey yoxdur axı. Bambalı kimi qoyasan ancaq güləsən. Bambalı çobu. Atan eş belə bambalı da öyrədi İlham Əliyev. Sən bambalılıqda kimi oxşadın İlham Əliyev. Deyiləcə söz yox deyir, Quran haqqı. Hər utanmaz adam deyir, görürsünüzmü necə? Arvadına söz soxur, deyir ki, sən bir prezident, mən ümid edirəm ki, mənim həyat yoldaşım belə bir ideya ortaya qoymaz. Belə bir eşqə düşməz də loru dilində ki, mən də vitse-prezident olmaq istəyirəm. İlham Əliyev, sənin olmayan kişiliyinə.